Arthur Conan Doyle. Conan Doyle ikonik dedektiv personaj Sherlock Holmes'un yaradıcısıdır. Sherlock Holmes, onun maceraları. Al qırmızı etüd. Hərbi tibb xidmətinin istifada olan zabiti Dr. John Watson'un xatirələrindən. Birinci hissə, ikinci fəsil. Nəticə çıxarmaq məharəti. Ertəsi gün şərtləşdiyimiz saatda görüşüb, Holmes'un bir gün əvvəl bəhs etdiyi Baker Street 221B ünvanında yerləşən mənzilə baxmağa getdik. Mənzildə 2 rahat yataq otağı və geniş, işıqlı, yaxşı mebel düzülmüş 2 böyük pəncərəsi olan qonaq otağı vardı. Otaqlar xoşumuza gəldi. Aramızda bərabər bölünmüş ödəniş isə çox olmadığından biz dərhal kirayə barədə razılaşdıq və mənzilə sahib olduq. Elə həmin axşam mehmanxanadan öz əşyalarımı gətirdim. Holmes isə səhər bir neçə yeşik və sakvayajla gəldi. 1-2 gün əmlakımızı yerbəyer etdik. Hər bir əşya üçün daha uyğun yer tapmağa çalışırdıq. Amma tədricən məskən salıb yeni şəraitə uyğunlaşdıq. Sözsüz ki, Holmes'la yola getmək çətin deyildi. O sakit, düzgün həyat tərzi keçirir və adətən öz vərdişlərinə sadiq qalırdı. Nadir hallarda axşam saat 10-dan sonra yatağa girərdi. Səhərlərsə bir qayda olaraq mən hələ yerimdəykən qəlyanaltı edib evdən çıxırdı. Bəzən bütün gününü laboratoriyada, bəzən də anatomiya otağında keçirirdi. Hərdən bir uzun müddət gəzməyə gedərdi. Görünür, bu gəzintilər onu Londonun ən xəlvət yerlərinə gətirib çıxarırdı. İşləmək həvəsinə düşəndə enerjinin həddi hüdudu olmurdu. Amma hərdən bir sanki tutması tutur, günlərlə qonaq otağındakı divana dinib danışmadan, demək olar ki, tərpənmədən uzanırdı. Belə günlərdə onun gözləri o qədər dalğın və ifadəsiz olurdu ki, əgər keçirdiyi düzgün və məqsədyönlü həyat tərzi mənim fikirlərimi inkar etməsəydi, narkotiklərə aid olduğundan şübhələnərdim. Həftələr ötdükcə onun şəxsiyyəti, həyatdakı məqsədi məni daha dərindən, daha güclü maraqlandırırdı. Hətta zahiri görkəmi ən səthi müşahidəsini də təəccübləndirərdi. Boyu 6 futdan çox olardı. Ancaq qeyri-adi arıqlığı onu daha uzun göstərirdi. Yuxarıda söz açdığım vaxtaşırı donub qalmalarını nəzərə almasaq, baxışları sərt və kəskin idi. Nazik, qartala bənzər burnu onun sifətinə qətiyyət və dönməzlik ifadəsi verirdi. Biraz qabağa çıxmış kvadratvari çənəsi mətinliyin əlaməti idi. Əlləri müxtəlif kimyəvi maddələrin təsirindən daim mürəkkəbli və ləkəli olurdu. Amma əşyalarla təəccüblü dərəcədə səliqə ilə davranırdı. Bunu bir neçə dəfə yanımda kövrək kimyəvi cihazlarla qurdalananda görmüşdüm. Bu adamın məndə necə maraq oyatdığını şəxsən özünə aid olan şeylərin ətrafında hördüyü təmkin hasarının uçurmağa dəfələrlə çalışdığımı etiraf etsəm, oxucu yəqin ki, məni başqalarının işinə qarışan kimi tanıyar. Lakin məni qınamazdan əvvəl xatırlayın ki, o vaxt mənim həyatım necə mənasız idi. Ətrafımda isə bəsit ağlımı məşğul edəcək nə qədər az şey vardı. Soyuq və yağışlı havada çölə çıxmağa səhhətim yol vermirdi. Dostlarım olmadığından mənə baş çəkən də yox idi. Və gündəlik həyatımın yeksənəkliyinə heç bir şey rəng qatmırdı. Ona görə də ortağımın ətrafındakı sirlilik pərdəsi məni hətta sevindirirdi. Bu pərdəni qaldırmaq üçün çoxlu vaxt sərf edərək əlimdən gələni əsirgəmirdim. Holmes təbabətlə məşğul olmurdu. Bir dəfə o özü bunu dedi və beləliklə Stanfordun fikrini təsdiq etmiş oldu. Onun alim adı almağına və elm aləminə yol açmağa kömək edən hər hansı elmi ədəbiyyatın sistemli şəkildə oxuduğunu da görməmişəm. Ancaq bəzi fənləri o ciddicəhlə öyrənir, kifayət qədər qəribə sahələrdə elə geniş və dəqiq biliklərə sahib idi ki, mən sadəcə heyrətdən çaşıb qalırdım.
Əlinə düşdüyü hər şeyi oxuyan insan öz biliyi ilə nadir hallarda öyrənə bilər. Heç kim, əgər buna ciddi səbəblər yoxdursa, öz yaddaşını xırda təfsilatlarla yükləməz. Holmesun cahilliyi də onun biliyi kimi heyrətli idi. Müasir ədəbiyyat, siyasət və fəlsəfə haqqında demək olar ki, heç bir təsəvvürü yox idi. Bir dəfə Thomas Carlyle'in adını çəkdikdə Holmes sadəlövlüklə onun kim və nə işlə məşğul olduğunu soruşdu. Amma Kopernik nəzəriyyəsi və Günəş sisteminin quruluşu haqqında onun heç nə bilmədiyini öyrənəndə təəccübdən donub qaldım. 19-cu əsrdə yaşayan mədəni insanın yeni günəş ətrafında fırlandığından xəbəri olmamasına sadəcə inana bilmirdim. Deyəsən təəccübləndiniz, deyə mənim pərt üzümə baxıb gülümsədi. Çox sağ olun ki, məni maarifləndirdiniz. Amma indi çalışacağım ki, bunu tez bir zamanda unudum. Unutmaq? Bilirsiniz, o dedi. Mənə elə gəlir ki, insan beyni kiçik və boş çardığa oxşayır. İstədiyin kimi oranı qura bilərsən. Axmaq əlinə düşən hər tör töküntünü ora doldurduğundan yararlı, vacib əşyalara yer qalmaz. Ən yaxşı halda isə bu qədər zirzibilin içindən onu axtarıb tapa bilməz. Ağıllı adam isə beyin çardağına yığacağı şeyləri çox diqqətlə seçir. O yalnız işinə lazım olan alətləri götürər, ancaq bu alətlər çox olduğu üçün onları nümunəvi şəkildə düzər. İnsanlar nahaq yerə düşünür ki, bu balaca otağın divarları elastikdir və onu nə qədər lazımdırsa genişləndirmək olar. Sizi əmin edirəm, vaxt gələcək, təzəni əldə edəndə köhnədən nəyizə unudacaqsınız. Ona görə də yol vermək olmaz ki, lazımsız məlumatlar vacib biliklərin yerini tutsun. Elədir, amma Günəş sistemi haqqında bilməmək, deyə etiraz etdim. Axı o mənim nəyimə lazımdır? Səbirsizcə sözümü kəsdi. Yaxşı, qoy siz deyən kimi olsun. Biz Günəşin ətrafında fırlanırıq. Birdən öyrənsəydim ki, biz ayın ətrafında fırlanırıq, bunun mənə ya da mənim işimə nə xeyri olacaqdı? Bunun nə iş olduğunu soruşmaq istədim, amma hiss etdim ki, narazı qalar. Söhbətimiz haqqında düşündüm və bəzi nəticələr çıxartmağa çalışdım. O, beyninin məqsədinə lazım olmayan biliklərlə zibilləmək istəmir. Belə çıxır ki, topladığı bütün bilikləri bu və ya digər şəkildə istifadə etmək niyyətindədir. Fikrimdə onun yaxşı məlumatlı olduğu elm sahələrini sadaladım. Hətta qələm götürüb bunları kağıza da yazdım. Siyahını oxuyanda gülməkdən özümü saxlaya bilmədim. Attestat belə idi. Sherlock Holmes və onun imkanları. 1. Ədəbiyyat sahəsində bilikləri. Yoxdur. 2. Fəlsəfə sahəsində bilikləri. Yoxdur. 3. Astronomiya sahəsində bilikləri. Yoxdur. 4. Siyasət sahəsində bilikləri. Zəif. 5. Botanika sahəsində bilikləri. Qeyri-səlis, xanım otunun, tiryəkin və ümumiyyətlə zəhərlərin xüsusiyyətini bilir. Bağçılıq haqqındasa anlayışı yoxdur. 6. Geologiya sahəsində bilikləri. Praktik, amma məhduddur. Müxtəlif torpaq nümunələrini ilk baxışdan ayırt edə bilir. Gəzintidən sonra şalvarına sıçramış palçıq damcılarının rəngi, sıxlığı və qəlizliyindən Londonun hansı hissəsinə aid olduğunu müəyyən edir. 7. Kimya sahəsində bilikləri. Dərin. 8. Anatomiya sahəsində bilikləri. Dəqiq, amma nizamsız. 9. Cinayət xronikası haqqında bilikləri. Geniş, deyəsən 19-cu əsrdə törədilmiş bütün cinayətlərin təfərrüatını bilir. 10. Skripkada yaxşı ifa edir. 11. Yaxşı qılınc və espadron təlimi var. Əla boksçudur. 12. İngiltərə qanunlarının əsaslı praktiki şəkildə bilir. Bu bəndə çatdıqda ümidsizliklə attestatı oda atdım. Onun bildiklərini sadalamaqla öz-özümə dedim. Bu biliklərin ona nə üçün lazım olduğunu və bu cür uyğunluğun hansı peşədə tələb edildiyini bilmək mümkün deyil. Yox, boş yerə baş sındırmağa dəyməz. Bayaq dedim ki, Holmes çox gözəl skripka çalırdı.
Lakin hər məşğuliyyətində olduğu kimi burada da qəribəlik vardı. Onun skripka üçün yazılmış kifayət qədər çətin pyesləri ifa etdiyini bilirdim. Mənim xahişimlə Mendelssohn'un mahnılarını və xoşuma gələn başqa əsərləri dəfələrlə çalıb. Lakin o tək qaldıqda pyes və ya nəğməyə bənzər bir şey nadir hallarda eşitmək olardı. Axşamlar skripkanı dizinin üstünə qoyaraq kresloya söykənib gözlərini yumar və yayı simlərinin üstündə kobudca gəzdirərdi. Bəzən melodik, qəmli akordlar eşidilirdi. Başqa vaxt coşqun, sevinç bildirən səslər gəlirdi. Görünür, bu səslər onun əhvalına uyğun olurdu. Amma heç cür başa düşə bilmirdim ki, səslərimi bu əhvalı yaradır, yoxsa bu səslər özləri hansısa əcaib fikirlərin yaxud sadəcə şıltaqlığın döyləməsi idi. Əsəblərimi yerindən oynadan bu konsertlərdən sonra mənim uzun müddətli səbrimə sanki mükafat olaraq bir neçə sevdiyim musiqini dalbadal ifa etməsəydi, yəqin ki, bunun əleyhinə qiyam qaldırardım. Birinci həftə bizə heç kim baş çəkmədi. Odur ki, ortağımın da bu şəhərdə mənim kimi tək tənha olduğunu düşünməyə başladım. Amma tezliklə əmin oldum ki, Holmesun cəmiyyətin ən müxtəlif təbəqələrindən olan çoxlu tanışları var. Necə oldusa bir həftə ərzində 3-4 dəfə onun yanına cılız, solğun sarımtıl bənizli, iti qara gözlü, soğula oxşayan bir adam gəldi. O mənə Mr. Lestrade kimi təqdim edilmişdi. Bir dəfə səhər yaraşıqlı gənc bir qız Holmesun yanına gəlib, yarım saatdan çox onunla oturmuşdu. Elə həmin gün çalsaç, cındırından cin ürkən köhnə kürüş alıcısına oxşayan qoca bir yəhudi də peyda oldu. Mənə elə gəldi ki, o bərk həyəcanlanıb. Onun ardınca əyilmiş başmaqlı qoca qarı gəldi. Bir dəfə də otaq yoldaşım yaşlı, ağsaslı bir centilmenlə uzun müddət söhbət etdi. Sonra velvet gödəkçə geymiş, vağzalda yük daşıyan işləyən bir nəfər gəldi. Hər dəfə belə qəribə qonaqlar gələndə Sherlock Holmes onlara qonaq otağında yer göstərərdi. Mən isə yataq otağıma çəkilirdim. Bu otağı işgüzar görüşlər üçün istifadə etməli oluram deyə o yaratdığı narahatçılığa görə məndən üzr istəyərək izah etmişdi. Bu adamlar mənim müştərilərimdir. Ona birbaşa sual vermək üçün bəhanə yaransa da, yenə nəzakətli davranıb kiminsə sirrinə zorla bələd olmaq istəmədim. O vaxt mənə elə gəlirdi ki, onun öz peşəsini gizlətməsi üçün əsaslı səbəblər var. Sonra öz təşəbbüsü ilə bu barədə danışaraq mənim haqsız olduğumu sübut etdi. 14 Mart. Bu tarix yaxşı yadımdadır. Həmişəkindən tez durdum və Sherlock Holmes'u qəlyanada edərkən gördüm. Sahibəmiz yataqdan gec qalxdığıma o qədər öyrəşmişdi ki, hələ mənim üçün qab-qacaq qoymamış, qəhvə dəmləməmişdi. Bütün bəşəriyyətdən küsmüşcəsinə zəngi saldım və səhər yeməyini gözlədiyimi kifayət qədər hissli halda bildirdim. Otaq yoldaşım dinib danışmadan qızardılmış çörək tikələrini çeynəyərkən, mən vaxt öldürmək üçün masamın üstündəki jurnalı götürüb vərəqləməyə başladım. Məqalə başlıqlarının birinə qələmlə işarə qoyulduğu üçün təbii ki, diqqətimi çəkdi və onu göz-ucu oxudum. Məqalənin adı biraz iddialı idi, həyat kitabı. Müəllif sübut etməyə çalışırdı ki, insan gözünün qarşısından keçən hər şeyə müntəzəm və əhatəli şəkildə nəzər yetirməklə az-çox məlumat ala bilər. Zənnimcə bu, ağıllı və sərsəm fikirlərin qarışığı idi. Mülahizələrdə biraz məntiq və hətta inandırıcılıq olsa da, nəticələr mənə qərəzli, necə deyərlər, uydurma göründü. Müəllif deyirdi ki, üzün ani ifadəsindən, hər hansı əzələnin qeyri-ixtiyari hərəkətindən, yaxud baxışlardan həmsöhbətimizin ən gizli fikirlərini oxuya bilərik. Onun sözlərindən belə çıxırdı ki, müşahidə və analiz etməyi bacaran insanı aldatmaq mümkün deyil. Onun çıxardığı mülahizələr Evklidin teoremi kimi səhvsizdir və nəticə elə heyrətamiz olacaq ki, bixəbər insanlar hansı mühakimələrdən sonra bu fərziyyənin meydana çıxdığını anlamayana qədər ona cadugər kimi baxacaqlar. Məntiqli fikir yürüdə bilən insan, deyə müəllif yazırdı,
suyun bir damlasına görə Atlantik okeanın ya da Niagara şəlaləsinin varlığı haqqında hətta onları heç vaxt görüb eşitməsə də müəyyən nəticəyə gələ bilər. Hər bir həyat səbəb və nəticə zənciridir. Onun təbiətini bir halqadan da öyrənmək olar. Analiz edib nəticələr çıxarmaq sənətinə bütün başqa sənətlər kimi uzun və gərgin əməklə yiyələnmək olar. Amma həyat çox qısadır. Buna görə də ölümlü varlıqların heç biri bu sahədə tam kamilliyə çata bilməz. Təhqiqatçı işin daha çətin və mənəvi intellektual tərəfinə nəzər salmazdan əvvəl daha asan məsələlərin həllindən başlasa yaxşı olar. Qoy o qarşısına çıxan ilk adama baxıb, onun keçmişini və peşəsini təxmin etməyə çalışsın. Başlanğıçda bu uşaqlıq kimi görünə bilər. Lakin bu cür məşğələlər müşahidə qabiliyyətini gücləndirir və necə baxmağı, nəyə baxmağı öyrədir. İnsanın dırnaqlarından, paltarının qolundan, ayaqqabısı və şalvarının dizindəki bükükdən, baş və şəhadət barmağının yoğunluğundan, yüz ifadəsindən, köynəyinin köbəsindən, yəni belə xırdalıqlardan onun peşəsini təxmin etmək çətin deyil. Şübhə yoxdur ki, bunların hamısı səriştəli müşahidəçiyə düzgün nəticələr çıxarmağa imkan verir. Bu nə boş boğazlıqdır. Jurnalı masanın üstünə tullayıb dedim. Ömrümdə belə cəfəngiyat oxumamışdım. Nəyi deyirsiniz? Deyə Holmes soruşdu. Bu məqaləni deyirəm. Çay qaşığı ilə jurnalı vurub səhər yeməyinə başladım. Qələmlə işarələndiyindən görürəm ki, siz onu oxumusunuz. Mübahisə etmirəm, cəsarətlə yazılıb. Amma bunlar məni sadəcə əsəbləşdirir. Əcəb işdir. Bu avara sakit kabinetində yumuşaq kreslosuna yayılıb bu cür paradokslar uydurur. Onu metronun 3-cü dərəcəli vaqonuna soxub, oradakı sərnişinlərin peşələrini tapmağı məcbur edəsən. Nəyə desəniz, mərz gəlirəm ki, heç bir şey alınmayacaq. Amma uduzarsınız, Holmes sakitcə dedi. Məqaləni mən yazmışam. Siz? Bəli. Mənim müşahidəyə və analizə meylim var. Burada yazdığım sizə fantastik görünən nəzəriyyə əslində çox həyatidir. O dərəcə həyati ki, çörək pulumu bununla qazanıram. Axı necə? Deyə soruşdum. Bilirsiniz, mənim çox nadir peşəm var. Öz sahəmdə bəlkə də yeganəyəm. Mən məsləhətçi xəfiyyəyəm. Yəqin bunun nə olduğunu təsəvvür edə bilərsiniz. Londonda xəfiyyə çoxdur. Həm dövlətin, həm də özəl. Bu qoçaqlar çıxılmaz vəziyyətə düşəndə mənə üst tuturlar. Mən də onlara doğru istiqamət verə bilirəm. Onlar məni işin məğzi ilə tanış edirlər. Mən də kriminalistika tarixini yaxşı bildiyim üçün demək olar ki, həmişə onların səhvlərini göstərirəm. Cinayətlərin hamısı irsi cəhətdən oxşardır. Əgər 1000 cinayətin təfsilatını 5 barmağınız kimi bilirsinizsə, 1001-ci işi aça bilməmək qəribə olardı. Lestrade çox məşhur xəfiyyədir. Lakin bu yaxınlarda bir saxtakarlıq işini araşdıra bilmədiyi üçün mənim yanıma gəlmişdi. Bəs başqaları? Əksər hallarda onları mənim yanıma özəl agentliklər göndərir. Bu adamların hamısı bəlaya düşənlər və məsləhətə ehtiyacı olanlardır. Mən onların tarixçəsini dinləyir, onlar isə mənim şəhərimə qulaq asırlar. Sonra qanarlarımı alıb cibimə qoyuram. Doğrudanmı siz demək istəyirsiniz ki, dözməyib dedim. Başqalarının sizə nisbətən daha müfəssəl məlumata malik olub, işinin üstündə səylə çalışmalarına baxmayaraq, siz işi otağınızdan çıxmadan aça bilirsiniz. Elədir. Mənim özünə məxsus duyumum var. Düzdür, hərdən daha mürəkkəb işlər ortaya çıxır. Belə olduqda hər şeyi öz gözlərimlə görmək üçün ora-bura qaçmalı olaram. Bilirsiniz, mənim ayrılıqda hər bir işə tətbiq etdiyim xüsusi biliyim var. Bunlar işi çox asanlaşdırır. Haqqında həqarətlə danışdığınız məqaləmdə bəhs etdiyim deduksiya qaydaları praktiki işimdə sadəcə qiymətsizdir. Müşahidəçilik mənim ikinci təbiətimdir. İlk görüşümüzdə sizin Əfqanistandan gəldiyinizi dedikdə deyəsən təəccüblənmişdiniz. Yəqin ki, bu barədə kimsə sizə danışıb. Qətiyyən belə deyil. Mən dərhal sizin Əfqanistandan gəldiyinizi anladım.
Köhnə vərdişlərim sayəsində beynimdə mülahizələr zənciri elə sürətlə yaranır ki, bunların arasındakı fikirlərə əhəmiyyət vermədən nəticə çıxarıram. Hər halda mülahizələrin gedişatından ortaya çıxan bir anlıq fikirlər mövcud idi. Mənim düşüncələrim belə sıralanmışdı. Bu adam görkəmindən həkimə, duruşundan isə hərbiçiyə oxşayır. Deməli, hərbi həkimdir. Bu yaxınlarda tropiklərdən gəlib. Sifəti qarayanızdır, amma bu dərisinin öz rəngi deyil. Çünki biləkləri ağappaqdır. Sifəti üzgündür, yəqin çox əziyyətlər çəkib və ağır xəstəlik keçirib. Sol qolundan yaralanıb. Onun hərəkətsiz, biraz qeyri-təbii saxlayır. Hərbi həkim İngilis tropiklərinin harasında əzab-əziyyətə tab gətirə, yara ala bilər. Əlbəttə ki, Əfqanistanda. Bütün düşüncələrimin gedişatı heç bir saniyədə çəkmədi. Sizin Əfqanistandan gəldiyinizi dedim. Siz də təəccübləndiniz. Sizə qulaq asanda hər şey çox sadə görünür, deyə gülümsədim. Edgar Allan Poe'nun Düpenini xatırladırsınız mənə. Elə bilirdim bu cür adamlar ancaq romanlarda olur. Sherlock Holmes ayağa qalxıb qəlyanını yandırdı. Siz yəqin düşünürsünüz ki, məni Düpenə bənzətməklə mənə kompliment edirsiniz. Amma məncə sizin Düpen çox dayaz adamdır. Bu fənd 15 dəqiqəlik sükutdan sonra öz həmsöhbətini hansısa yeri gəlmişkən ifadəsi ilə karıxdırmaq həqiqətən çox düşük və süni hoqqadır. Şübhəsiz, onun müəyyən analitik bacarıqları vardı. Amma Poe'nun hesab etdiyi kimi onu fenomen adlandırmaq qətiyyən olmaz. Qoborion oxumusunuz? Deyə soruşdum. Sizcə Lecoq əsl xəfiyyədir? Sherlock Holmes'un istehza ilə gülümsədi. Lecoq fərsiz və zavallı adamdır, o hirslə dedi. Onun yalnız işgüzarlığı var. Bu kitab mənim ürəyimi bulandırır. Problemə bir bax. Artıq həbsxanaya atılmış cinayətkarın şəxsiyyətini müəyyən etmək. Mən bunu 24 saat əldə edərdim. Lecoq isə yarım il qurdalanır. Bu kitabla xəfiyyələrə yalnız necə işləməməyi öyrətmək olar. O mənim sevimli ədəbi qəhrəmanlarımı elə təkəbbürlə gözdən salırdı ki, yenə əsəbləşməyə başladım. Pəncərəyə yaxınlaşıb arxamı Holmes'a tərəf çevirərək küçədəki vurnuxmaya baxdım. Tutaq ki, o ağıllıdır, öz-özümə deyirdim. Amma lütf edin, belə lovğalıq olmaz axı. İndi nə əsl cinayət, nə də əsl canilər var, Holmes deyingənliklə davam etdi. İstəyirsən lap ağıl dəryası ol. Bunun nə xeyri var? Mən şöhrət qazana bilərdim. Dünyada elə bir adam yoxdur ki, və olmayıb ki, cinayətin açılmasına mənim kimi fitri istedad və gərgin əmək sərf etsin. Nə olsun ki? Taplası bir şey yoxdur. Cinayət baş vermir. Ən yaxşı halda hansısa kobud işlənmiş fırıldaqlar, onların da elə bəsit motivi olur ki, hətta Scotland Yarddan olan polislər hər şeyi aydın görürlər. Onun lovğalığı məni lap bezdirdi. Söhbətin mövzusunu dəyişmək qərarına gəldim. Maraqlıdır, bu adam nəyə baxır? Küçənin o tayında evlərin nömrəsinə baxa-baxa gəzən sadə geyimli yekəpər adamı göstərib dedim. Əlində iri göy zərf vardı. Görünür kuryer idi. Kimi deyirsiniz? O sabiq donanma serjantını? Sherlock Holmes dedi. Təkəbbürlü copçu, ürəyimdə dedim. Bilir ki, bunu yoxlamaq olmaz. Elə bunu fikirləşirdim ki, müşahidə etdiyimiz adam bizim qapının nömrəsini görüb tələsə-tələsə küçəni keçdi. Qapı bərkdən döyüldü. Aşağıda kiminsə qalın bas səsi uğuldadı. Sonra pilləkəndə ağır addım səsləri eşidildi. Mister Sherlock Holmes'a çatacaq. Kuryer otağa daxil olaraq zərfi dostuma uzadıb dedi. Holmes'un burnunu ovmaq üçün əla fürsət düşmüşdü. Kuryerin keçmişdə kim olduğunu, necə gəldi, qarasına dedikdə, əlbəttə onun bizim otağa gələcəyini gözləmirdi. Deyə bilərsinizmi ki, hiyləgərcəsinə soruşdum. Nə işlə məşğul olursunuz? Kuryerəm, qaşqabaqla dedi. Formamı yamamağa vermişəm. Bəs əvvəllər nə işləyirdiniz? Holmes'a bədxahlıqla nəzər salıb davam etdim. Kral dəniz piyada qoşunlarında serjant olmuşam. Ser. Cavab gözləyimmi? Oldu, ser. O,
dabanlarını şaqqıldadaraq hərbi salam verib çıxdı. İkinci fəslin sonu.